Salam uşaqlar, ümid edirəm yaxşısınız. 8 abunə tamam oldu və mən artıq yeni videonu yer sizinlə paylaşıram. Deməli, mən keçən videoda sizə bir şey deməyi unutmuşam. Bu riyaziyyatdan çalışmalarla mövzubudur. Bunu da sizə bildirim. Deməli, başlayaq. Tahir birinin qiyməti 0,4 manat olan nığdəni liman aldı və satıcı 20 manat qaytardı. Tahir 20 manat verdi. Ona qaytarılan pulu tapmaq üçün hansı ifadə qurmaq olar? Deməli, başlayaq. İzah belədir, 20 mürtəzə 0,4 vurulur. 0,4'dən vuranda nığdəni alıb və onun 0,4 vuranda nə qədər pul verəcək onu tapacaq. 20'dən də bunu çıxdıqda nə qədər pul qaytaracaq onu tapırıq. Deməli, 9 qoysaq onun yerinə 0,9'a vururuq, 3,6, 20'dən 3,6 çıxırıq. Deməli, 7,2, yəni 7 manat 20 qəpik ona pul qaytarmalıdır. 11 deməkdir. Maşın X2 yükledilir. Hər işdə 6 qutu və hər qutuda 4 kiloqram rəngi var idi. Bir maşın X kiloqram rəng yüklədiyini tapmaq üçün hansı riyazi ifadəni qurmaq olar? Başlayaq. Özür sayını tələsirəm. Öncəliklə siz izah edirəm. Bunun üçün bağışlayın. 1 X vur, 6 vur, 4. Yəni belə tapacaq. 6'nı vururuq, 4'ə eləyəcək 24. Bunu da X yəni bir yeşilin içində neçə kiloqram rəngi olur, onu tapacaq. X-də yəni yeşil kimi götürürük. Onu da rəngicə vuranda neçə kiloqram rəngi var, onu tapmış olacaq. X-də 35 kimi götürəndə 6 vur 4 eləyəcək 24, 35, 24, 840 kiloqram rəngimiz olmuş olar. 12. Bir məntəqədən eyni zamanda 2 avtobus əks istiqamətə yola düşdü. Avtobusların birinin sürəti 85 km/saat, o birinin sürəti isə 20 km/saat idi. 3 saatdan sonra avtobuslar arasındakı məsafə nə qədər olar? M bərabər 94 olduqda bu məsafəni tapın. Deməli, bunun üsulu belədir. Saata vururuq kilometrlərindən, yəni getdiyi sürətlərin cəmini 85-in üstünün, yəni M gəlir, onda vururuq C, məhdud ədəd olduğu üçün bərabər eləyəcək X. Bunu da 20-94 qoysaq, 85-94 eləyəcək 179. Bunu da içəvrəndə 537 kilometr məsafə olar aralarında. Deməli, 3 saatdan sonra. Misal 13 keçək. Aralarındakı məsafə 750 kilometr olan iki məntəqədən eyni zamanda bir-birinə qarşı-qarşıya iki motosikletçi yola düşdü. Motosikletçinin birinin sürəti 40 km/saat, o birinin sürəti isə 6 km/saat idi. 2 saatdan sonra motosikletçilərin arasındakı məsafə nə qədər olar? A bərabər 45 olduqda məsafəni tapın. Deməli, 750-dən çıxırıq, 43-ə gəl A, vururuq 2. Çünki 2 saatdan sonra yeni sürətlərini vururuq və bunda 750 kilometrdən çıxacaq. Deməli, A-nın yerinə 45 qoysaq 87, 87-ni 2-yə vursaq 174, 750-dən 174 çıxsaq 546 kilometr aralarında məsafə qalar. Keçək misal 14-ə. Misal 14. Bir məntəqədən eyni zamanda avtomobil motosikletçi eyni istiqamətə yola düşdü. Avtomobilin sürəti 90 km/saat, motosikletçinin sürəti isə 48 km/saat idi. Bir saatdan sonra avtomobil ilə motosikletçi arasındakı məsafə neçə kilometr olacaq? 1. Belə T-ni vuracaq. Yəni zaman T-na işarəli, T bizim zamanımızdır. 93,48. Yəni qədiklikləri yolu tapacaq və yaxşı kimi. Baxın, burada da yuxarıda misal 13 kimi zaman T-la hesablanır burada. Zaman yerinə 3 qoyub, bayaq kimi, yəni burada 3 qoyub, yəni 90-dan 48 gəlirik. 3 vuruq, eləyəcək bu 138, 3 də 138-də vururuq. Cavabımızı tapırıq ki, 414. Ümid edirəm sizə hər şey aydın olur. Olmasa dediyim kimi yorumları yazarsınız. Deməli, 15. Boş şişenin kütləsi 116 kiloqramdır. Boş şişenin içində kütləsi 5 kiloqram olan nığ sayda un paketləri qoyuldu. Şişenin sonrası kütləsini tapmaq üçün riyazi ifadə yazın. Deməli, burada riyazi ifadələrimizi yazmışam. 116 üstə gəl 5 vur nə? Yəni 5-in nəyə vuranda neçə kiloqram un var? Yəni bir yeşikdə onu tapacaq. 116 kiloqramda yeşiyin öz kütləsidir. İçinə əlavə edilən unların kütləsinin onun üstünə gəldikdə yeşiyin son kütləsini tapmış oluruq. N-nın yeri 9 qoyun deyir burada və cavabı tapın. 5 vur 9 eləyəcək 45, 45 üstə gəl 45, hə. 5 vur 9 eləyəcək 45. 45-in də üstünə gəlirik 100,6, bu da eləyəcək 48,6. Misal 16. Misal 16 biraz asandır. Deməli, obrislərə nisbətən bu biraz asandır. Ən asan bunu oldu. Bir çik konfetin qiyməti 9 manat. Bir çik keksin qiyməti isə 10 manatdır.
1. Bir çiçək konfetə və 2 çiçək keksə nə qədər pul verildiğini tapmaq üçün hansı riyazi ifadəni qurmaq olar? 3'ü vuruq 9'a, yəni ki, keksin qiymətini tapırıq. 2'ni vuruq A'ya. Opsi nə idi? Konfetin qiyməti. Birinci konfetdir, ikinci keksin qiymətini tapırıq. Bunları da toplayanda cəmi nə qədər manat vermək, onu tapırıq. A-nın yerinə deyir 6 qoyun, 3'ü vuruq 9'a eləyəcək 27. 27'nin də üstünə gələcək 12, bu da eləyəcək 39 kilogram konfet, yəni 39 manat vermiş olaraq deməli. Like edib abunə etməyi unutmayın. Ümid başa düşdünüz. Başa düşmədiyiniz olsa yorumlara yazarsınız. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti videomuz 10 abunədə gələcək.